Müqəddəs Pasxa bayramından bir gün sonra vəfat edən Papa tarixdə hansı əməlləri ilə yadda qaldı? Əsl adı Jorge Mario Bergoglio olan Roma papası Cənubi Amerikadan seçilən ilk papa kimi tanındı. O, sadə həyat tərzi ilə seçilirdi. Papalıqda olduğu müddətdə ənənəvi sarayda deyil, Vatikanın Casa Santa Marta mehmanxanasında yaşayırdı. Kasıblar üçün kasıb bir kilsə anlayışını təbliğ eləyirdi. İqlim dəyişikliyi, miqrasiya, iqtisadi bərabərsizlik, cinsi azlıqların hüquqları kimi qlobal məsələlərə diqqət çəkirdi. 88 yaşında dünyasını dəyişən Fransisk vəsiyyətində onu Romanın Esquilino rayonundakı Santa Maria Maggiore bazilikasında dəfn edilməsini istəyib. Papa Fransiskin vəsiyyətinə uyğun olaraq dəfn mərasimi sadə şəkildə təşkil olunacaq. Onun cənazəsi açıq tabutda nümayiş etdiriləcək. Son bir əsrdə ilk dəfədir ki, bir papa Vatikan xaricində dəfn olunacaq. Roma papalarının cənazə mərasimi də maraqlı adətlərlə zəngindir. Papa vəfat elədikdən sonra onun üzünə 3 dəfə papa çəkici ilə vurularaq adı deyilir. Cavab verməzsə onun öldüyü elan edilir. Papanın ölümündən sonra 9 gün ərzində yas mərasimləri keçirilir. Bu dövrə isə taxt boşdur dövrü deyilir. Konklav Vatikanın Sistina kapellasında keçirilir. Kardinalları burada tam qapalı şəkildə telefon, internet kimi vasitələrdən təcrid olunmuş vəziyyətdə saxlayırlar. Hər bir kardinal gizli şəkildə bir kağızda öz namizədinin adını yazır. Qara tüstü yeni papanın seçilmədiyini, ağ tüstü isə artıq yeni papa seçilib müjdəsini verir. Yeni papa öz papa adını özü seçir, bu ad gələcəyin mesajını və simvolunu əks etdirir. Papa hakimiyyətinin 2000 illik tarixi son dərəcə qəribə hadisələrlə doludur. Katoliklərin tarixdən tamamilə silməyə çalışdıqları hadisələrdən ən dəhşətlisi özünü kişi kimi qələmə verən qadın papa Yohanla bağlıdır. Katolik kilsəni 100 illərdir ki narahat edən bu hekayənin baş qəhrəmanı 9-cu əsrdə Almaniyada dindar bir ailənin övladlığa götürdüyü İngilis qızı idi. Olduqca ağıllı qız olan Yohan adını dəyişərək John Angelus qoyur və qısa zamanda dərin zəkası ilə xristian alimləri, keşişlərinin diqqətini cəlb eləyir. Nüfuzu o həddə çatır ki, 853-cü ildə Roma papası seçilir. Amma 2 il, 5 ay, 4 gün sonra dəhşətli və biabırçı sirri üzə çıxır. Rahiblərdən biri ilə gizli eşq yaşayan qadın papa kütlə içərisində olan zaman doğuş sancıları başlayır və elə oradaca uşağını dünyaya gətirir. İnsanlar olanları dəhşət içində izləyir. Bəzi mənbələrdə uşağın parça-parça edildiyi, Yohanınsa tikələrə bölündüyü yazılır. Deyilənə görə tarixdə Roma papaları şəhərə çıxarkən Yohanın öldürüldüyü küçədən geri dönüblər.